Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Amma ba'du. En birinci mən salamlayıram hamını. Allah'ın salamı ilə. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ve sonra öz nəfsimi və sizi Allah'tan qorxmağa çağırıram. Onun əmrlərini yerinə yetirməyə və qadağalarından çəkinməyə və daima Allah'ı xatırlamağa, Allah'ın nemətlərinə görə Allah'a şükürləməyə, səna eləməyə və tərif eləməyə. Allah buna layiqdir. Və sonra təbii ki, haqlar çoxdur, çoxdur. Və bu haqlardan ən əzəmətlisi Allah'ın haqqıdır. Allah'ın haqqıdır, o da tevhiddir. Ona şərik qoşmadan Allah'a ibadətdir. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem haqqıdır. Sallallahu aleyhi ve sellem ona tabiçiliklə, sünnətini əlləməklə, yolunu gedməklə və ondan sonra isə insanlar haqqıdır. Ümumən. Və insanlar içərisində ən çox yaxşılıq olunmağa layiq olan da valideyndir. Evet. İnsanlar içərisində ən çox yaxşılıq olunmağa layiq olan valideyndir. Və valideyn ata və anadır. Valideyn ata və anadır. Allah Teala buyurur ki, Quran-ı Kərimdə və bil valideyni ihsənə. Valideynlərinlə gözəl davran və valideynlərə qarşı yaxşılıq et. Və bu ayənin və buna bənzər ayələrin axış tərzinə baxsaq Quran-ı Kərimdə görərik ki, Allah'ın haqqından sonra valideyn haqqıdır. Allah Teala buyurur ki, və qada rabbuka la ta'budu illa iyyah. Sənin Rəbbin hökm etdi ki, əmr etdi ki, ondan qeyrisinə ibadət eləməyəsən. Və bil valideyni ihsənə və valideynlərə yaxşı baxasın. Və sonra ayə ardına buyurur ki, فَإِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ. Onlardan biri və ya ikisi sənin yanında yaşlansa, onlara uf belə demə və qul ləhumə qavlən kərimə. Onlar üçün kərim sözdür, yəni rahat sözdür, yumuşaq sözdür. Və sonra dua elə edirən ki, və qul rabbirhamhumə. Ey Rəbbim, onlara rəhm elə, kəmə rabbəyəni sağira. Necə məni balaca vaxtı tərbiyə eləmişdilər və məni böyütmüşdülər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm neçə hədislərdə valideynin əzəmətli hüquqlarından danışmışdı və valideyn içərisində ananın haqqı daha üstündür atanın haqqından. Necə bir kişi sahabələrdən gəlir, deyir ki, ya Rasulullah, yaxşılığa layiq olan kimdir? Deyir anan, deyir bəs sonra kimdir? Deyir anan, deyir bəs sonra kimdir? Deyir anan, deyir bəs sonraki deyir atan. Evet. 3 dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem ananı bəyan edir. Və sonra isə buyurur ki, atan. Və valideyn haqları hətta bəzi məqamlarda cihaddan da üstündür. Allah yolunda vuruşmaqdan, şəhid olmaqdan üstündür. Yani. Çünki hədislərin birində gəlib ki, bir kişi gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yana onunla döyüşə getməyə və deyir ki, ya Rasulullah, istəyirəm sənlə döyüşə qatılan və Peyğəmbər sallallahu aleyhi ve sellem soruşur ki, ondan valideynin necə idi və bir rivayətdə anam necə idi və buyurur ki, ya Rasulullah gələndə ağlayırdı. Buyurur ki, qayıt necə ağlatmışdı, hələ də güldür. Və o məqamda Peyğəmbər sallallahu aleyhi ve sellem valideynə yaxşı baxmağı, Allah yolunda vuruşmaqdan üstün tutdu. Yəni görsənir ki, bu əməl, baxma ki, Allah yolunda vuruşmaq torpaqların İslam üzərində olmasına böyük səbəbdir. Allah yolunda şəhidlik məqamı çatmaq fürsəti var. Yəni əcirlər böyükdür, lakin görsəndi ki, valideynin rizası da, razılığı da elə balaca əməl deyil. Evet. Hətta cihadın yanında belə bəzən üstün olur. Ona görə İbn Abbas radiyallahu anh'ın yanında gəlir, deyir ki, ey İbn Abbas, zina eləmişəm. Deyir ki, neyniyim, günahlarım bağışlansın. Deyir, valideynlərin sağdır. Sonra deyir ki, anan sağdır. Sonra deyir ki, yox, dünyasını dəyişib. Deyir, atan sağdır. Deyir, gedi yaxşı bax. Yəni, əzəmətli günah, lakin İbn Abbas radiyallahu onun kəffarəsi kimi deməyək,
yəni onun bağışlanmasına səbəb olacaq əməl yadına düşən birinci valideyn oldu. İndi valideynlər. Bugün məsələn çox insanlar valideynlərini atırlar, qocalar evinə, valideynlərə baxmırlar. Halbuki Allah Subhanahu taala cənnətin bir qapısını da valideynlərin səbəbi ilə qoyub. Ona görə bəzi salihlər deyirlər ki, cənnət insan evindədir. İnsan evindədir, o da valideynidir. Əgər ona baxsa, ona yaxşı davransa, sanki cənnətə gedər. Ona görə İbn Ömər radiyallahu anh yanında bir kişi Kəbədə tavaf edir. Və anasını da alır belinə və tavaf, o vaxtı kolleskalar yox idi. Əgər qabiliyyəti olmayan insanları kimsə həccə və ömrəyə gətirilirsə, mütləq onu özü aparmalıydı. Özü gəzdirməli. Bu anasını eləyir, həcc elətdirir, səy belində. Və sonra bitirəndən sonra gəldi ki, ey Abdullah İbn Ömər, anamın haqqını verdinmi? Və İbn Ömər radiyallahu anh buyurur ki, o səni dünyaya gətirəndə çəkdiyi sancının bir nəvəzini vermədi. Yəni görsənir ki, ana uşağı dünyaya gələndə ölümün yarısındadır. Necə hədislərdə var idi o. Yəni ana uşağı əziyyətlə dünyaya, Allah təala buyurur ki, o onu əziyyətlə saldı. Və əziyyətlə 2 il yedizdirdi. Və bəzi insanlar böyüyürlər, boya başa çatırlar, əlləri əl tutur, çörəyə çatır. Hələ bilirlər ki, belə də olub, belə bunlar bu yaşda da olublar. Valideyn bunlara baxmayıb. Əslində gecələr sən oyananda sənə altı təmizləyib, sənə baxıb, yemək verib. Baxın, alimlər gətirir o hədis ki, anava, sonra atava hədisi var. Kimə yaxşılıq eləyim, deyir anava, kimə yaxşılıq eləyim, deyir anava, kimə yaxşılıq eləyim, deyir anava. Sonra soruşu yarasa daha kimə yaxşılıq eləyim, deyir atava bir dəfə. Orada alimlər deyir ki, niyə görə zahir olan budur ki, ata əməyi çoxdur uşaq üzərində. Anan yox. Yəni zahir budur. Ata işləyir, gətirir, ana nə edir? Girir mətbəxdə pişirir, yedizdirir, vəsə. Niyə anava, niyə daha çox ana? Alimlər buyurur ki, ananın əziyyəti gizlində olur. Atanın əziyyəti aşkardır. Allah o gizlini aşkara çıxardır. Yəni ananın əziyyəti gecə saat 3-dədir, saat 2-də, yatan vaxtı. Heç kim bilmir onu. Atanın əziyyəti hamı görür, gördü, getdi, işlədi, gətirdi. Allah Subhanahu bilir axı ananın əziyyətini gecə. Alimlər buyurur ki, onu görə də Allah Subhanahu onu üzə çıxardır, deyir anava. Çünki hamı yatanda Allah bilir axı, Allah yox tutmaz. Bəli. Ona görə alimlər bu hədisi gətirirlər, ixlası dəlil. Gizlində əməl daha güclüdür. Və gizlində olan əməli Allah daha çox mükafatlandırır. Fikir ver, bax, ananın zəhmətini Allah da necə mükafatlandırdı. Halbuki zahirdə biz görsək, ata anadan çox əziyyət çəkir. Amma Allah Teala ananı daha çox üstün tutub. Anava, sonra anava, sonra anava, sonra atava. Alimlər buyurur ki, bu dəlildir ki, ananın əziyyəti sirri olur. Atanın əziyyəti aşkar. Ona görə valideynin haqları verilmir. Bəzi rivayətlərdə ata haqlarından gəlib ki, qul olsa, əgər qul kimi bazarda satılsa, gedib verib alsan, haqqın verilmiş olursan. Amma bunu təfsiri alimlər deyir ki, bu o demək deyil, yaxşılıq eləmirsə ona sonra. Sadəcə olaraq sanki haqqın verilmiş kimi olursan. Amma ananın isə haqqın vermək olmur. Bugün məsələn namaz qılır, oruç tutur, bəlkə də zəkat da verir, bəlkə də həcc eləyib, amma valideynləri ona razı deyil. Qəzəblidir, küsülüdür. Düzdür, valideynlərdə də günah olur övladlarına qarşı, bu şəksizdir. Onlar onun İslamı yaşamasından falan mani olurlar, amma hər bir halda yəni səni ona qarşı tam əlaqəni kəsmək, tam yaxşılıq eləmək, tam münasibətləri pozmağa gətirib çıxartmalı deyil. Çünki hər bir halda onlar valideyndir və onların bizim üzərimizdə haqları var. Allah Teala buyurur ki, əgər onlar səni Allaha şərik qoşmağa dəvət etsələr, o zaman onlara itaat elə. Amma ondan qeyri, onlarla gözəl davran. Və sahibhuma fid dunya ma'rufa. Onlarla dünya işlərində gözəl davran. Əgər əmr etsələr, bacarırsansa yerinə yetir. Buyursalar, bacarırsansa yerinə yetir. Bugün elə valideynlər var ki, aptekdən dərman ala bilmir. Uşaqlar da öz keyflərindədirlər. Valideyn qalıb, görsən danışanda mirsəyin haqqından danışır. Deyir, mirsəyi öldürmək olar, yoxsa yox. Qarışqan hökmünə də öldürməyin. Qarışqan anan ölür evdə. Allah kömək olsun. Qarışqan haqqında niyə danışsan ki? Sən səbəbsən o valideyn orada əziyyət çəkirsən, səbəbsən. Çünki o sənin ehtiyaclı olduğun vaxtı tərk eləmədi. Nə kişi, nə qadın. Ata işlədi, gətirdi, ana da
Baxdı. Sən isə artıq böyümüsən, onların sənə ehtiyacı olduğu məqamda sən onları tərk eləyirsən. Və bugün neçə insanlar var ki, onlar öz reseptlərini almağa həkimdən. İmkanları yoxdur, uşaqları da var, övladları da, lakin baxmırlar ona. Nədir, ata nəsə hansısa bir səhv edib və anası hansısa bir səhv edib. Buna görə siliblər valideynləri. Bu da düzgün deyil. Çünki valideyn haqqı vacibdir. Allah Teala öz haqqından sonra valideyn haqqından danışır. Ona görə salihlərdən biridir ki, gecə anam yuxudan qalxdı və su istədi. Getdim, su gətirdim, gördüm anam yatıb. Dedi, o ayılana qədər oradan tərpənmədim su əlimdə. Gözlədim ki, ayılsın verim. Yəni bu necə itaat edirlər salihlər və həmçinin o mağaradan qalan o 3 nəfərdən biri də eləmişsin, neydi? Süd məsələsi idi hansı ki. Bəli, deyir, anam süd istəmişdi, gəldim, gördüm ki, yatıb. Uşaqlar istədi, vermədim, anama verdim. Anamı gözlədim ki, olmasın. Və valideyn haqları böyüdür və həmçinin valideynə baxmaq günahlar üçün kəffarədir. Günahların bağışlanması üçün. Çünki sən yaxşılıq elədikcə Allah sənin günahlarını silir və ən əzəmətli məxluqlardan yaxşılıq valideynədir. Bəli. Əgər bugün xoş söz deyəcəksənsə küçədə cəmaata, elə valideynlərə diləndə. Əgər hədiyyə verəcəksənsə, aparıb get valideynə ver. Bu günlərim insanlar necə olublar vəziyyətləri? Valideynlər müəyyən günlərdə yada düşür. Təyin edirlər müəyyən günlər. O günlərdə valideynlər yada düşür. O günlərdə qadınlar yada düşür. Bugün yəni qalan ilin bütün günləri hələ adi. Amma halbuki İslam hər bir vaxt valideyn haqlarından danışır. Bugün məsələn müəllimlər günü var. Düzdür məsələn misal. O gün müəllimlər sevinir. Başqa günlər. Amma əslində şəriətə gedin baxın, müəllimlər haqqında nə qədər hörmətli hədislər var. Nə qədər müəllimi təzim var. Valideynlər günü. Valideynlər günü hamı yaxşıdır. Özü valideynlər günü də 8 martda da onlar xoş gün keçirmirlər çoxu. Kişilər yığışır, yeyirlər, içirlər, sonra qabları o yuyur. Əziyyətə də yanına qalır. Amma şəriət isə həmişə valideyninə hörmət eləməyi, qadına hörmət eləməyi bizə əmr eləyib. Ona görə insanlar valideynlərinə yaxşı baxsalar, onlar üçün cənnətə getmək üçün ən böyük səbəblərdən biridir. Və valideynlərin hidayət olması üçün dua eləmək, onların islah olması üçün əgər xataları varsa dua eləmək, onların hidayət olması üçün Allahdan istəmək. Bəziləri deyir, olmur, olmasın. Mən dedim, kafirdir, nə bilim nədir. Yox, valideyndir. Valideyndir. Labi hidayət olmasa da belə, islah olmasa da belə, sən onunla dünya işlərində yaxşı keçin. Əgər sənə Allaha şərik qoşmağa və Allaha gələn hansısa bir əməldə sənə əmr eləsə, o zaman onlara itaət eləmə. İtaət eləmə, day söymə onu, day döymə onu, day acılama onu. Sadəcə deyən ki, eləyə bilmərəm, mən onu eləmirəm. Eləyə bilmərəm. Və ya gözəl şəkildə denə. Bugün məsəl üçün görürsən, zəng eləyirlər və ya eşidirsən, bir valideyni döydü. Yox, valideyni döymə. Elə adam var, mən eşidirmişəm. Döymək nədir valideyni? Səni də bir gün döyəcəklər. Çünki valideyni öldürən var, cinayət verilişini göstərən valideyni vurulur. Çünki yəni pula görə, dövlətə görə. Valideyn yeganədir ki, bu dünyada şeyini çəksən. Cəzasın. 2 dənə, 3 dənə məsələdir. Onlardan biri kimisə ayıblasan bir şeydə, ayıblasan, Allah başına gətirməyincə öldürməyəcək. Bir də valideyndir. Valideynə necə olsun, o sənə pis, sən yaxşı ol. O sənə şey deyib, ola bilər, bilmir. Bilirsiniz, indi bizim yaşlı olanların valideyni nə vaxtın adamlarla Sovetin. Bu adamlar dini ancaq o vaxtı mənə deyirlər ki, da bizim böyüklərimiz deyirlər ki, məscidlər şeydir, kinoteatr, Cimin kinosuna baxırlar məsciddə. O vaxtı, klubuydu. Sən belə bir yerdən gəlmiş adama, nə gəl tohid, sünnə, nə bilib, unudulmuş sünnə, bu heç bilmir axı. Sən unudulmuş sünnə, ona nə deyirsən ki, unudulmayanları bilir ki, yəni bugün, yəni aydındır, yəni elə davranırlar ki, biz Kəbənin böyründə yaşayırıq, Məkkənin böyründə. Biz əlhəmdülillah elə yerdə yaşayırıq ki, ölkəmiz 70 il qalıb Çarın, yəni əsarətində, Rusun əsarətində. Din, yəni ancaq yaslarda ya da düşüb belə, namaz qılanları tuturdular, dindən danışanları sürgün edirdilər. Öldürürdülər, əlbəttə. Sən belə bir yerdə valideynlə dəvət elə, başa sal.
Qəbul elədi, eləmədi, şey eləmə. Üstünə getmə. Yaxşı davran onlarla. Bəli. Çünki valideyn haqları şəriətdə başqa haqlar kimi deyil. Həmçinin bu da var. Yəni valideyn haqları bir addım öndədir. Və bugün məsələsində qonşuya mı yaxşılıq eləyim, valideynə mi, valideynimə? Yəni bugün seçim qarşısında qalsan, öndədir. Hər bir şeydə. Məsəl üçün, qurban kəsmişəm. Ən birinci valideynimə verir. Bəli. Yaxşılıq ən birinci valideynimə. Yaxşı söz ged valideynimə deyən. Yəni bugün valideyn qalıb qıraqda, insanlar yəni daha çox qırağa meyl eləyiblər. Halbuki elə insanlar var ki, yaşlı ahıl anasıdır. Hə. Onu bunu aparır, bura valideyn qalıb qıraqda. Bəs o sənə balaca vaxt aparır da. Sən xəstələndə sənə kim apardı həkimə? Bəli. Yadımıza da düşmür. Heç birimizin yadına düşmür biz balaca vaxt kim apardı biz həkimə. Amma aparıblar da. Ona görə o sələflər deyir ki, sən deyir, yəni valideyn səni körpəlikdən baxırdı ki, sən böyüyəcəksən, böyümək üçün. Amma sən deyir ona baxırsan ki, yəni bilirsən ki, o nə vaxtsa dünyasında deyir. Bəli. Subhanallah. Fərqli budur, bəli. Və o daha şiddətlidir. Daha şiddətlidir. Daha çünki sən yəni onu yola salacaqsan. Yəni belə ehtimal belə görsən. Bəli. Düz Allah təala təqdiri Allah yazıb. Təsəvvürə gətirin ki, çox adam da Kəmal qardaş eləmir. Öləndən sonra peşman olur. Valideyn öləndən sonra adam peşman olur, ağlayır, fayda yoxdur. Heç bir fayda yoxdur. Çünki o gün fayda verməyəcək peşmançılıq. Bilirsiniz ki, o gün qiyamət adlarından biri də tağabundur. Yəni qarşılıqlı peşmançılıq günü. Peşmançılıq nə olacaq? Kaş ki eləyərdim, kaş ki. Bugün bəzi insanlar pis eləyirlər valideynlərini, amma qəbirlərini düzəldirlər və soruşursan, nə deyir, təsəlli tapıram, yaxşılıq edirəm. Sağlığında aparıb əməliyyat eləmədi. İndi 10 min töküb çeynə. Aparıb 5 min verərdin, ayağında problem var. Yəni, aydındır. Nədir? Yəni, nə bilim, nəfsi mi daxil olur, şeytan mı onlara unutturur. Sonra mesela gedib qəbir daşı ağlayırlar, güzel ağlayırlar. Bunlar gecdir, sağlığında eləmədilər. Ona görə valideyn yeganə neymətdir ki insana, yeganə neymətdir ki insana. İnsan gərək onu yaxşı baxa, qədrin bilə. Dua ilə. Söhbət ondan gedir, apar cibinə 100 min pul qoy. Elə yox. Daim zəng gələ, get, soruş, dərdin bil, aydın imkanı dərəcəsində maraqlan. Heç maraqlanmır da, heç zəng eləmir. Bəs elə olmuraq. Allah qəbul eləməz bunu. Allah Subhanahu taala qəbul eləməz bunu. Çünki Allah Taala baxma ki, haqlar nə qədərdir, öz haqqın deyib, mənə şərik qoşma, birbaşa valideynə yaxşı bax. Sənə pis şey desələr də mənə qarşı qulaq asma, onlarla yaxşı davran. Bunun o tərəfəsi yoxdur. Yəni bu çox təhlükəli bir həddir bunu aşmaq. Ona görə mən öz nəfsimə də və qardaşlara da valideynlərlə son dərəcə yaxşı davranmağı nəsihət edirəm. Hətta sahabələr radiyallahu anh, onlar indi bizim kimidir, bizdən həm də valideynlərimiz müsəlmandır, pis, yaxşı, belə, cahil də olsalar da müsəlmandırlar. Sahabələr valideynləri kafir idi. Döyüşür, orada ortasıdır, burada özüdür. Onlar bu imtihandan çıxdılar. Allah əlhəmdə o Miqdad ibn Əsvəd demişkən biri sahabə olmaq istəyir, onu görəndə deyir ki, nə yaxşı bu gözlər ki, Allah arasından görüb belə. Deyir, sən deyir, Allah səni görmədiyi yerdə özünü görmək istəyən. Biz deyir, siz deyir, həm deyin ki, siz müsəlman arasında dünya göz açdınız. Gözünüz açdınız, gördünüz ki, atamız, anamız müsəlmandır və son yerləri cənnətdir. Deyir, biz isə imtihan olduq. Biz bilirik ki, ata cənnətə geç, cəhənnəmə geç. Bununla biz imtihan olunduq. Valideynlər imtihan olundu, amma onlar əlhəmdülillah imanı seçdilər, İslamı seçdi, Allah onları olacaq. Biz indi həm də valideynlərimiz müsəlmandır. Yəni, hətta asili üzərində ölsələr də belə, Allah təala salih əməl üzərində ölsün. Amma yenə də əlhəmdə son yerləri cənnət olacaq. Allahın izni ilə. İnşallah. Ona görə Əbu Bakr radiyallahu anh, atası hidayət olanda ağlayır. Gətirir Peyğəmbər sallallahu yanına. Hidayət olub Peyğəmbər sallallahu bu ağsaqqalını həna qoyun. Qara qoymayın. Belə deyir. Orada Əbu Bakr ağlayır. Bu dəlildir ki, Əbu Bakr Allah Rasulü özündən çox istəyirdi. Deyir, Allah Rasulü, Əbu Bakrın atası hidayət oldu, amma sana ata hidayət olmadı. Deyir, niyə ağlayırsan? Deyir, bunu ağlayıram. Ki, yəni, Əbu Bakrın atası hidayət oldu, amma sana ata hidayət olmadı. Yəni, sevinirdi Əbu Bakr radiyallahu anh, lakin Allah Rasulü'nün atasını daha çox istəyirdi. Lakin atası
Necə bilirik Peyğəmbər sallallahu da anası da yəni bu dinin üzərində, İslam dini üzərində ölmədilər. Və yəni hətta İbrahim əleyhissalam bilirsiniz, atası necə yaxşı davranmışdı, necə gözəl yəni ona münasibətə də dua eləmişdi. Hətta eləyəcək qiyamət günü bir dənə də xahiş eləyəcək Allahdan, bir dəfə də dua eləyəcək. Düz Allah qəbul etməyəcək, amma İbrahim eləyəcək. Bugün müsəlman olmalı valideynləri təkfir edirlər, kafir sayırlar. Heç nə. Yəni, təsəvvürünüzə gətirin ki, insanlar nə qədər xeyir qapılarını özləri üçün bağlayırlar, nə qədər xeyir qapılarını özləri üçün sahabələr ağlayırdı valideynlərini itirəndə nə üçün? Çünki deyirdilər ki, artıq yəni cənnət qapılarından biri bağlandı. Cənnət qapılarından biri bağlandı. Çünki valideynlərə baxmaq, valideynin qayğısına qalmaq, yəni daima onun keşiyində durmaq, yəni bu cənnəti qazanmaq üçün ən böyük səbəblərdəndir. Ən böyük səbəb əzəmətli səbəblər. Allah Taala sənə onu verib ki, fikir versəz Quranda, yəni valideynlərə əmr olmayıb uşaqlarınıza yaxşı baxın. Əksində. Amma uşaqlara valideynlərə yaxşı baxın. Çünki valideyndə bu şeydir, fitridir. Uşağa yaxşı baxacaq, amma uşaqda yox. Uşaq böyüyür, məsəl üçün də belə biraz əlinə məsələn imkan keçir, dost tanış, ətraf ana yaddan çıxır. Və təsəvvür, mən elə adamlar tanıyıram, yəni faktdır. İmkanı var belə, amma valideynlər yaxşı deyil vəziyyət. Yəni dəhşət bir şeydir. Yəni bu qiyamət günü nə deyəcək Allah'ı bilmirəm, amma yəni bu çox pis şeydir. Yəni valideyn qalıb orada əziyyət. Ona görə gərək biraz necə deyirlər? Heç olmasa insaf da. Necə hədisdə deyir, insaf dinin yarısıdır. Heç olmasa biraz insaflı olmaq lazımdır valideynə qarşı. Özdə valideyn qocalanda görsənən budur ki, uşaqlaşır. Uşaq necə hər şeyə belə mız eləyir. Kaprizli olur. Hə, valideyn deyil olur. Dözmək lazımdır. Səbirli olmalı. O səni uşaqlıqdan necə baxıb səni böyüdü bax. Sən körpə, indi bu dəqiqə biz də özümüz də valideynik də. Məsələn görürsən bir dənə uşaq, iki dənə uşaq gecə yatmağa qoymur. Əsəbləşir. Gündüz də qoymur, gecə də. Atırsan yoldaşın üstünə ki, gündüz də qoymur. Damında səs gəlir. Yoldaşın üstünə ki, get sən özün bax, mən yerəm yatmağa. Bu nədir? İndi siz təsəvvür edin ki, bunu sizin ananız da sizə qarşı eləyib. Sizin üçün belə olub. Amma indi o böyüyüb, sən o yaşdaşıb, qocalıb, amma sən onun hər sözünə, hər belə səni can danlamasına, nəsə deməsinə əsəbləşirsən ki, mən belə. Amma onu da Allah Taala deyir ki, belə demə. Mən adam tanıyıram, qardaş. Bəli. Anasını çıxartmaq istəyirdin. Sən niyə? Deyir, çox danışır. Sən uşaq vaxtı vığıldayırdın, qığıldın. Nə qədər danışır. Hə, belə adamlar var. Hər halda nə qədər çox danışsa, səndən çox danışır. Yəni, bilirsiniz, bilmirlər. Mən sonra da, yəni belə qardaşlar çox yazırlar. Görürsən ki, məsələn, deyir, dəvət edirəm evdə, başa düşmür, nə bilə, evdən çıxmaq istəyirəm, ayrılmaq istəyirəm, özüm və yaxud da yoldaşım götürüb başqa evdə yaşamaq istəyirəm, kiraya qalmaq istəyirəm. Görürsən ki, bu cür şeylərə yəni sıfır edib bir dənə valideynimizi dəvət edə bilmirik. Sənə bütün gün baxıb, böyüdüb səni, indi evlənmirsən, qadın nə deyirsən, onun dediyini eləyirsən, ana o incidir. Balansı saxlamaq lazım. Balansı saxlamaq lazım, əlbəttə ki, sən elə eləməlisən ki, sən nə aşyansın, nə analı incitməməlisən qadına görə. Yox, bəzi adamlar var, hər ikisində Kemal qalır. Burada 3 tayfa var. Birinci tayfa normal, yəni hər ikisini yola verir, orada deyir ki, sən yaxşısan, burada deyir, sən yaxşısan, belə düzəldir ağını. İkinci tayfa ananı çoxdur, arvad getdi. Bu da problemdir. Yəni, qadını da çox sındırmaq olmaz ama. Bir dənə tayfa var ki, qadını tutub mama yaddan çıxıb. Bu da problemdir. Yəni mən o adamlar ki, məndən soruşurlar o vəziyyəti, məsələn, deyir ki, qala bunun altı. Mən deyirəm, eyb yoxdur. Yəni, ana o davranışlar evdə. Sən ailəvi dağılacaqsa, onda qal ayrı yerdə. Amma ona bax. Ona bax, yəni ayrılıb da gedmə. Ona bax. Yəni necə gətirirdin yeməyi, apar yenə hər gün yeməyini ver. Amma səbəbi də bəyan edir ki, aləm dağılacaq, belə. Amma yox, belə yüngül söhbətdə, belə aş, belə qazan yandı, belə o şeylər lazım deyil. Və bu günlərin məsəl üçün də, gəlin bu bir tərəfdə deyək ki, Kemal qardaş, valideynlərdə də bəzi xatalar var. Yəni, valideyn var ki, qızı qısqanır oğluna. Deyir, gəldi oğlumu aldı əlinə. O bir dəfə evlənməlidir ya, bu yazıqdır. Sən yaşadığı yaşamsan, qoy bir şey də zamanı da yaşasın. Yəni, elə demək olmaz. Çünki belə səbəblərlə mən tanıyıram ailələr dağılıb.
və özü də dəfələrlə olub bu. Yəni orta olmaq lazımdır, orta. Bəzi, yəni bunlar hamısı dini bilməzliyə gəl çıxarır. Bəli. Dini, amma hər bir halda valideyn haqqı toxunulmazdır. Yəni ucadır, alidir. Yəni onu, yəni hər belə xırda şeyə görə ayaq altına atmaq olmaz. Sadəcə səni şirkə çağırsa, yəni belə pis olmaz. Adam var ki, məsələn, ailəsini boşamaq istəyir. Hə, deyir, mama da deyir. Hə, mama deyir, arvad deyir, sən də hədis var ki, deyib, ana boşa boşa. Amma səbəb olmalıdır axı. Zülm etməyəsən. Hə, yəni haqsız yerə yox da. Yerə eləməyəsən. Yəni elə şeylər var ki, problemlər var ki bu günlərin. Yəni kimə səhvəyəndə ana haqları ucalır. Ana haqları, ana dedi. Səhvəyəndə deyir, mən anam başıma oynasır. Yəni biz necə orta tuta bilmirlər. Ona görə yəni gərək valideynlər də övladlarına qarşı elə olsun ki, övladlar o səviyyə çatdırmasınlar ki, yəni hər halda valideynlər bizdən müdrikdirlər, hikmətlidirlər, ağıllıdırlar. Onlar daha bizi yəni yaxşı yola verə bilərlər, nəinki biz olur. Elə valideynlər də var ki, həqiqətən də deyirlər ki, nə bilim, niyə ona məsələn də filan şey aldı, hər şey qarışır məsələn. Niyə o? Öz yoldaşıdır, özü bilər, istəyir, nə aldır olursa. Əsas odur ki, sən pis baxmır ki, belə də var. Yəni fakt, belə şeylər də var. Filan şeyi niyə aldı? Filan hər şeyə qarışmaq məsələn. Hətta həkiminə qarışır, nə bilim. Yəni maşın təkərlərinə və s. Hər şey lazım deyil belə. Və bu da o elə bir ki evdəki qadından anaya qarşı anti-dəvət başlayır. Bəli. O da insandır. Seçim qarşısında qalır bəzən. Ya ailəsini seçir, ya anasını. Və heç nə səbəb də görsən, heç nə qarışmaq olub. Niyə filan toya filan kəs gəldi, sən belə gəlmişdin, o buradan gəldiysən, 10 dəqiqə gec gəldin. Ya bayram günü mənə birincisindən təbrik eləmədin, o elədi. Və belə şeylər üzərində və xüsusən də mən qısa olaraq deyim, bu qadınların qeybəti çox problemli şeydir. Bunlar elə bir məxluqdurlar ki, bu qeybət məsələlərində yəni ev yıxmaq dərəcəsindədir. Bəzən yığışırlar məsələn də, ona buna heç aradakı yazıq ki, kimdən ki söhbət getmir. Bəlkə də o gəlinin məsələn heç belə ciddi bir problemi yoxdur da, günahı yoxdur. Olub da bilmədən gec gəlir və gec gəlir. Amma yığışırlar, xalalar, bibilər, zadlar bax. Və yəni oğlanı bir növ şey qane edirlər onu boşamağa. Belə valideynlər də var. Yəni fakt, yəni gəlin açıq danışaq. Amma hər bir halda valideynin haqları, hüquqları qalır. Biz bugün nə qədər şahid oluruq ki, valideyn səbəb olub ki, uşaq ailəsinin boşuyub və uşaqlar qalıb yetim, belə bilinmir olacaq. Ona görə bizim üzərimizə düşən valideynlərə yaxşı baxmaq, amma valideynlərin üzərinə düşən bizi yəni müəyyən vaxtdan sonra yönətməkdir. Səbəbi yox ki, yəni evdə söhbət olsun, ailə dağılsın. Ümumiyyətlə, yəni qısa belə toxunmaq istəyirəm. Ümumiyyətlə, ailələrin dağılmalı, qıraqdan müdaxilələr çox olur. Onda dağılır, çox dağılır. Bəli, çox olur. Allah kömək olsun qardaş, Allah yardım et. Düzdür, biraz valideyndən qırağa çıxdıq məsələdə, amma eyb etməz yəni. Yəni şey deyildi yəni, belə, yəni problem yox idi. Allah razı olsun.